Salam dostlar. Bugün biz deməli Sibul dərsini tam bitirək. Ondan sonra bizim qalır hardasa yenə də 4 dənə dərsimiz Sibuldan. Sibuldan deməli biz keçəcəyik ST blokların işlənməsini, LC blokların işlənməsini. Ondan sonra da biz mən sizə keçəcəm PID regulatoruna baxaq görə istifadə edə bilərik, yoxluqda yoxsa yox. Və bununla Yokogavanı tam bitirmirik. Keçirik ProSave-ə. Ondan sonra yenidən qayıdacaq Yokoqava ilə ProSave-in bir-birindən əlaqəsini qurmağa. Gəlin birinci bizim Yokogavanın Sibul dərsini bitirək. Yenə də kimsə Yokogavaya qoşulmaq üçün yəni bizim sayta müraciət edə bilər. Taskcore.az-a həm Siemens-ə qoşula bilər, həm Yokogavanın özünə. Və sistem açılanda yenidən gəlirik stüdyoya. Deməli, açıq bizim proyekti uşaqlar, gəlin bir dənə tez yadımızda salaq biz nə elədik. Deməli, switchlərdə səhv etmirəmsə, switch define-də bizim deməli condition'a bir də action-ı yazdıq. Ondan sonra gəldik function block, səhv etmirəmsə function block 5-də işləyirdik. 4-də yadımda deyil, bizimdə də. Bəli, action-ı əlavə eləmişik, condition-ı əlavə eləmişik və bu blokda deməli step-ləri əlavə eləmişik. Səhv etmirəmsə. Burada seçirik edit SVC. Bəli, burada bizim birinci function-dır. Initiate-dir, bizim condition-dır və action 2-dir və condition 2. Və bu bloklarda biz nə yazmışdıq? Onun üçün gələk edit step action. Burada hamısı sıfırdır. Birinci initial block stepdə. Deməli, action 2-də əgər fin1 adını qoymuşduq bu yoxlanışda, şərtdə. Əgər condition 1 .pv1 olursa, onda biz keçirik action 2-yə. Action 2-də də ki, biz yazmışdıq. Deməli, action 1 pv olur 1 və fin 2-də. Bunlar hamısı nə deməkdir dostlar? Bizdə yadımızdadır ki, faceplate çıxanda orada on-off düyməsi var. Yəni, action 1 faceplate'ini açanda onda off olacaq. Amma condition bizdə işləyəndən sonra bu keçməlidir. Bu step xoda düşəndə bizdə o action on olmalıdır. Və eyni cür fin 2-də. Fin 2-də demək condition 2 1 olur. 1 olandan sonra bizdə action step 3-cü step başlayır işləməyə və 3-cü stepdə isə bizdə action 1 sönməlidir. Action 2-nin yanmalıdır, 10 olmalıdır. Gəlin yoxlayaq. Deməli, nə edirik biz? Simulatora start veririk. Lazım deyil. Simulatora start verək. FCS test function və gözləyək bizim simulator koda tutsun. Optimasyon basırıq. Dostlar, simulator işlədi. Bir dənə söndürək yerindən onu. Və start verək. Ondan sonra minimize edeyim bütün pəncərələri. Görənlik. Və gəlirik bizim deməli plant. Plantda seçirik FCS-i və gəlirik bizim step
Gəlirik bu bloku açırıq. Bu bloku biraz balacalaşdıraq. Birinci gəlin yoxlayaq. Bax, action 1 bizdə face-də off-dadır. Düzdür. Deməli, action 2 də bizdə face off-dur. Və condition da off-dur və ikinci condition da off-dadır. Tamam. Biz deməli açırıq birinci stepi. Stepi açdıq. Burada görürsünüz statusu stopdadır. Birinci biz bu statusu start etməliyik. Statusu start etmək üçün siz məsəl üçün hər hansı bir vaxtında qoyursunuz. Burada simülyasiya deyəndə simülyasiya olduğuna görə biz açırıq bizim faceplate'i, yəni step'in faceplate'ini açırıq və bunu keçirdik run moda. Artıq bu rundadır. Görürsünüz birinci step, initial step bizlər başladı işləməyə. Və biz açırıq. Bizdə birinci nə lazımdır? Bizə lazımdır ki, birinci condition işləsin bizdə. Birinci condition işləyəndən sonra bizdə action 10'a keçməlidir. Action 1 və condition 1 edirik 10. Və baxaq görək bizdə ikinci stepə keçid oldu yoxsa yox. Bəli, ikinci stepə keçdi və baxaq görək bizdə action 2 dəyişdi yoxsa yox. Dəyişdi dostlar, dəyişdi və indi isə üçüncü baxırıq və fin 2'nin işlənməsi üçün, yəni ikinci şərtin işlənməsi üçün biz nə edirik? Biz condition 2'ni edirik 10. Tamam, bu keçdi. İndi qayıtdı birinci stepə. Nə üçün qayıtdı birinci stepə? Artıq bizdə bu action 2'də işlədi. Action 2 bizdə 10'da olmalıdır. Bəli, 10'dadır və action 1 bizdə olmalıdır off-da. Və belə dostlar, bizim bütün steplərimiz işlədi. Yenidən də başlaya bilərsiniz istəsəz. Növbəti dərsdə biz artıq sequence table-da, yəni ST bloklarının üzərində bu simvolu keçəcəyik və sonra dediyim kimi addım PD-də keçəcəyik, çalışacağım PD-də simulyasiya edeyim və sonra keçəcəyik Corsair'də. Çox sağ olun dostlar, təşəkkür edirəm.